Qadın və kişi arasında dostluq mümkündür. Xeyr. Məktəb vaxtı yadınızdadırsa, qızla oğlan dostluq edəndə sonu sevgiyə, günaha, görüşə, üzr istəyirəm, zinaya gedirdi. Əhl-i əleyhissalamın yaşam tərzinə, həyatına baxay. Hansı biri qadınla dostluq edib imamlarımızdan? Hansı qadın, müqəddəs, pak qadınlarımız kişilərlə dostluq edib? Axı biz onlardan örnək alırıq. Onlar bizim üçün nümunədir. Onlardan əgər istiqamət alırıqsa, yol alırıqsa, görürük ki, onlar da bunu etməyib. Quran-ı Kərimə baxanda Allah bunu qadağan edib. Bəziləri sanki Allahdan çox bilirlər. Bu proyekt, bu plan nə üçün var? Ona görə ki, ailə dəyərləri sınsın. Qadın, kişi bir-birindən münasibət qurmasın, dostluq etməsin, gəzməyə getməsin, söhbət eləməsinlər, dərdləşməsinlər. Ailə dəyərləri yerlə yeksan olsun. Da valideyn nədir, qardaş nədir, həyat yoldaşı nədir? Bunlar olmamalıdır. Mən münasibətimi naməhrəmlə, yadlarla qurmalıyam, onlarla ünsiyyətə keçməliyəm, onlarla dərdləşməliyəm. Günahlar səbəb olub ki, insanlar halalda deyil, haramda aramlıq tapır. Amma bu haram şeytanındır və müvəqqətidir. Diqqət edin, o şəxsləri ki, başqasının namusu ilə dostluq eləməyə razıdırlar, deməli, öz anası, bacısı, həyat yoldaşı da naməhrəm yad kişilərlə görüşsə, dostluq eləsə, dərdləşsə, WhatsAppda, Instagramda söhbət etsə, buna da razıdır. Və sözümü bundan tamamlayıram. Sənin anan keçmişdə və yaxud da hal-hazırda naməhrəm kişilərlə dostluq etməyib. Sən niyə gələcəyin anaları ilə indi dostluq edib, onların gələcəyini məhv edirsən? Anava rəva bilmirsən, anavı özünü örnək, qeyrətli, namuslu bilirsən. Bəs bunu əməldə də göstərməlisən.